William'ın atası ilə anası 19-cu əsrin sonlarında vətənlərindəki dini və siyasi zülmdən qaçıb Nyu-Yorka gəldilər. Atası Boris bura gəldikdən sonra psixoloq kimi fərqlənib tanınmağı bacardı. Anası Sarah isə Amerikada tibb diplomu ala bilən az sayda qadınlardan biri idi. Ancaq dəyərli elm adamları olmaqlarına baxmayaraq qəribə hərəkətləri ilə də fərqlənirdilər. Misal üçün Borisin dincəlmək müalicəsi adlandırdığı bir müalicə metodu var idi. Boris psixologiya üzrə professor olduqdan sonra xüsusilə hipnoz və qrup psixologiyası sahələrində nəzəriyyələr inkişaf etdirib dərslər verirdi. Dincəlmək müalicəsində psixoloji problem yaşayan insanlara elektroterapiya tətbiq edib aylarca yataqda uzanmaqlarını tələb edirdi. Başa düşdüyünüz kimi tibbin inkişaf eləmədiyi bu dövrlərdə bu metodlardan istifadə etmək biraz qəribə idi. Ancaq 1 aprel 1898-ci ildə doğulan bir uşaq bu qəribə metodlarda istifadə olunmaq üçün əlverişli idi. Bəli, yoldaşı Sarah bir oğlan uşağı dünyaya gətirmişdi. Bu ağıllı ancaq qəribə cütlüyün oğlu olan William heyrətləndirici istedadlara malik bir uşaq kimi yetişdi. Boris və Sarah uşaqlarının hələ 2 aylıq olduğu vaxtdan təlimə başladılar. Qəribə şəkildə uşaqlarının ağlı bu məlumatları tez qavramağa başladı. Boris taxtaların üstünə hərflər yazıb oğluna göstərməyə başladı. Uşağın hərfləri səssiz demək üçün hipnozdan istifadə etməyə başladı. William'ın 6-cı ayında hamı ondan ana və yaxud da ata deməyini gözləyirdi. Ancaq onun ilk dediyi söz qapı oldu. 8 aylıq olduğu vaxtlarda. Çox uşağın bir neçə yaşında edə bildiyi şeyi o artıq edə bilirdi. Belə ki, Sidis artıq özü qaşıqla yemək yeməyi bacarırdı. Əlavə olaraq taxtalardakı hərfləri tanıyıb təkrar edə bilirdi. Bunu normal uşaqlar 4 yaşında edə bilirdi. Ancaq Sidisin hələ 1 yaşı belə yox idi. Sidislər uşaqlarının hər şeylə maraqlanmağını istəyirdilər. Buna görə də anası tamamilə özünü uşağına fokuslayıb tibb karyerasını yarımçıq qoydu. Bu dövrlərdə William'ın elmə olan marağı günü-gündən artırdı. İlk doğum günündə, yəni çox uşağın hələ mənasız sözlər işlətdiyi vaxtlarda o artıq heyzalamaq qabiliyyətini inkişaf elətdirmişdi. 1 yaşından biraz keçmişdi ki, o artıq qəzetlər oxumağa başladı. Bəli, William artıq özü boyda qəzetlər oxumağı bacarırdı. İllər ötüb keçirdi və bu illər ərzində William inkişaf eləməyə davam edirdi. William'ın artıq 5 yaşı var idi. Bu qeyri-adi hərəkətləri ilə mətbuatın diqqətini cəlb etməyi bacarmışdı. Yazı maşınından istifadə eləməyə öz-özünü öyrəndi. Hətta Macy's mağazasında oyuncaq sifarişi ilə bağlı məktub belə yazdı. Grey's Anatomiyası və Homerin əsərləri kimi ağır kitabları asanlıqla bitirmişdi. Elmə olan iştahı günü-gündən artırdı. Bu dövrlərdə atası Boris dahi uşaq yetişdirməklə bağlı kitab yazdı. Anası Sarah isə mətbuatda dahi uşağı necə yetişdirdiyi ilə bağlı məqalələr verirdi. 6 yaşında məktəbə başlayan William qısa müddətdən sonra həmyaşıdlarından fərqlənməyi bacardı. Qeyri-adi uğurları artıq tez-tez New York Times qəzetində yayımlanmağa başladı. Boris və Sarahın oğullarının intellektual uğurları ilə övünmələri normal idi. Ancaq onlar bu uğurların onların müalicə metodu ilə həyata keçdiyini düşünürdülər. Onlar artıq William'ı düşünmürdülər. Və bu vəziyyət artıq William'a pis təsir etməyə başlamışdı. Ailəsinin tələbləri və cəmiyyətdən gələn təzyiq onun çiyinlərində artıq yük olmuşdu. İstəkli və arzulu valideynləri onu akademik iclaslarda təcrübə eti kimi göstərməyə başlamışdı. Onun böyük bir səhv olduğunu fikirləşə bilmirdilər. Bu qədər təzyiq və böyük maraq nəinki bir uşağı, böyük bir